Sağlam kanalımızın değerli izleyicileri. Power BI kursumuzun bugünkü dersinde Power Query Editor'da sütunları split ve merge etmeyi öğreneceğiz. Power BI desktop editörümüzü açarak numune Excel failimizi yükleyerek yani Excel failimizin özünü de açarak bakın Movies şitində cədvəlimiz mövcuddur və digər şit bir şitində isə heç bir məlumat mövcud deyil. Ona göre Power BI Desktop'ta biz Movies'i seçirik ve Transform Data edirik. Power Query editörümüz açılsın. Excel failimizdə baxın name, yer, kategori və sair sütun adlarımız mövcuddur. Bunu gəlirəm Transform tabına və Use First Row as Headers edərək sütun başlıqlarımı yerinə gətirirəm. Və daha sonra baxın mən bu kategori sütununda sinaj işarəsinə görə böləcəm. Yəni məsələn baxın drama sinaj romans yazılıb, horror sinaj thriller yazılıb və s. Bu işarəyə görə mən bunu bölmək istəyirəm. Transform tabında həmin baxın kateqori sütunu seçili vəziyyətdə Transform tabına gəlirəm və burada Split Column bunu klikləyirik. Baxın, burada müxtəlif variantları mövcuddur. Birinci gəlirəm by delimiterə. Space, yəni boşluğa görə etmək. Custom seçirəm. Və burada mən nəyə görə edəcəm? Each occurrence of the delimiter. Hər bir o işarəyə görə bölsün. Buradan split using special characters. Təkrar göstəreyim. Kateqoriya sütunu seçili vəziyyətdə gəldim Transform tabının altında Text Column blokunda olan Split Column'a və By Delimiter seçdim. Buradan Custom edirəm və seçəcəyim işarəni seçirəm. Nəyə görə? Sinaj işarəsinə görə. Hər bir o işarəyə görə bölsün. Edirəm OK. Baxın. Böldü. Ayrı-ayrılıqda böldü həmin işarəyə görə. Burada digərlərini də izah edək. Misal üçün, tutalım ki, baxın, name sütunu. Name sütununu seçək. By delimiter. Space-ə görə, yəni boşluğa görə hər birini bölsün. Baxın, boşluğa görə böldü. Adımı da geri alaq.
Tekrar General kategori sütunumu seçirəm və split konum. Baxın burada by number of characters, by position, kiçik hərflərə, böyük hərflərə görə, böyük hərf kiçik hərfə görə, digitə görə və sairə nümunələr mövcuddur. Biz ən çox by denometri istifadə etdiyimiz üçün mən bunu göstərdim. Təkrar gəlin burada sınav işarəsinə görə bölək. Daha sonra mən tutaq ki, bölünmüş bu sütunları birləşdirmək istəyirəm. Bu necə olur? Seçirəm birinci birləşdirəcəyim sütunu və Shift-i sıxımı saxlayıb digərini seçirəm. Seçəndən sonra yenə Transform tabının altında Text konum blokunda olan Merge konumsu kliklərəm və adı olsun məsələn sadəcə kateqori. Baxın, birləşdirdim. Custom necə eləsin, arada nə ötürsün, sınav işarəsi və olsun sadəcə kateqori. OK edirəm. Baxın, təkrar kateqori adını bir sütun yaratdı və o iki sütunu merge etdi. Split və merge haqqında bu dərsdə deyəcəklərim bu qədər. Hər hansı bir sorun olarsa videonun altına rəy bölməsinə yaza bilərsiniz. Əgər videoların faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Həmçinin hər dərs olduğu kimi bu dərsdə istifadə etdiyim nümunə Excel faylımı da videonun altına yerləşdirəcəm. İstəyən hər kəs oradan yükləyib faydalana bilər. Növbəti dərslərimizdə görüşənədək.